Choose the correct variant. Düzgün variantı seçin. To be'nin düzgün formasından istifadə etməliyik. Və birinci hissədə biz əgər were istifadə etmişiksə, demək keçmiş zamanda davam etdirəcəyik digər boşluqları da. Were you afraid of dogs when you were 5? Sənin 5 yaşın olanda itlərdən qorxurdun. Yes, I dediyimiz üçün I ilə was işlənir, were olmaz. Ona görə A variantı artıq səhvdir. Düzgün cavabımız B variantında göstərilmişdir. 5 yaşın olanda itlərdən qorxurdun. Yes, I was. Bəli, qorxurdum kimi tərcüməni verəcəyik. C variantında are indiki zaman, were was keçmiş zaman olduğu üçün zaman uzlaşması pozulub. Eləcə də D variantında birinci hissədə were, daha sonra 2-3-cü boşluqlarda are və am-dən istifadə olunduğu üçün zaman uzlaşmamız pozulmuş hesab olunur. Və Y variantında are hər ikisi indiki zamandır, was keçmiş zaman olduğu üçün zaman uzlaşmamız pozulmuş hesab olunur. Zaman uzlaşması və mübtəda xəbər uzlaşmasını nəzərə alaraq doğru cavab B variantını götürmüş olacağıq.